Prezident İlham Əliyevin aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında imzaladığı sərəncam bir daha təsdiq edir ki, dövlətin sosial siyasətində əsas prioritet vətəndaşların rifahının yüksəldilməsi və sosial təminat mexanizmlərinin daha da gücləndirilməsidir. Yeni Sabah məlumat verir ki, bu barədə millət vəkili Vüqar Bayramov açıqlama verib. O qeyd edib ki, sərəncamın icrası ilə bağlı aşağıdakı suallar var. Kimlərə yardımlar ödəniləcək? Sərəncam hazırda aktiv ünvanlı sosial yardım alan ailələrə şamil ediləcək. Yəni, hazırda sözügedən proqramın iştirakçısı olanlar həmin yardımı almaq imkanına malik olacaqlar. Bu isə o deməkdir ki, yardımlar 76 min ailəyə şamil olunacaq. Yardımlar necə ödəniləcək? Vüqar Bayramov əlavə edib ki, yardımların alınması üçün hər hansı yeni karta ehtiyac yoxdur. Ünvanlı sosial yardım alan ailələrin mövcud kartlarına pulun ödənilməsi həyata keçiriləcək. Yardımların alınması üçün hara müraciət etməli olduğuna gəldikdə, onun təyinatı və ödənilməsi proaktivdir. Bu o deməkdir ki, mövcud elektron baza əsasında yardımların kartlara ödənilməsi reallaşacaq. Başqa sosial proqramlarda iştirak edənlərin bu yardımı almaq ehtimalına gəldikdə, deputat bildirib ki, 200 manatlıq birdəfəlik maddi yardım yalnız ünvanlı dövlət sosial yardımı alan ailələrə şamil olunur. 200 manatlıq birdəfəlik maddi yardım, ünvanlı dövlət sosial yardımı artıq təyin olunmuş ailələrə də şamil olunur.